reklam verirsənsə və qarşına çıxan kampaniya növünü hələ də tam başa düşməmisənsə, yaxın əyləş. Çünki indi bunu sənə misallarda asan yolla izah edəcəm. Birinci kampaniya növü brand awareness və ya reachdir. Sizdə əgər reklam kabineti türk dilindədirsə, bu zaman marka bilinirliyi və ya bilinirlik olaraq da gedə bilər. Bu reklamı ona görə qoyursan ki, insanlar səni tanısın. Yəni burada hədəfin satış deyil, sadəcə olaraq insanlara mən varam mesajını verməkdir. Məsələn, yeni açılan bir markanız var, yeni Instagram səhifəniz var. Həmçinin də bu kampaniya məqsədindən real takip artımı üçün də istifadə edə bilərsiniz. Yəni, insanlar sizi tanıyacaq və əgər siz onlara keyfiyyətli kontent təqdim etsəz, onlar sizi izləməyə alacaqlar. İkinci kampaniya məqsədimiz trafikdir. Bu reklamı ona görə qoyursan ki, insanlar bir yerə yönəlsinlər. Məsələn, sayta, WhatsApp-a, Instagram profilinə keçid eləsinlər. Misal olaraq trend yolu və ya temunu götürə bilərik. Siz onların reklamını sosial mediada görürsünüz və üzərinə tıklayanda avtomatik olaraq sizi sayta yönləndirir. Gəldik üçüncü etkileşim. Bu reklam növü postlarına şərh, like və ya paylaşım gətirir. Yəni məqsəd səhifəni aktiv göstərməkdir. Burada bir məqamı da vurğulamaq istəyirəm ki, bu aktivlik, şərh və ya like etmək real izləyicidir. Çünki siz burada konkret hədəf kütlə yığaraq reklam verirsiniz. Yəni bu bildiyimiz panel, fake, şərhlər, likelar deyil. Mən reklam postumu reklama yerləşdirdiyimdə daha çox bu xidmətlə və ya məhsulla maraqlanan və yaxud da ki, almaq istəyən insanların qarşısına çıxarır. Və beləliklə, o insanlar mənim postumu görərək mənə mesaj göndərirlər və əgər sənin də DM satış texnikan güclüdürsə, DM-də onlara satış eləyə bilərsən. Daha sonra gəldik potensial müştəri toplama. Bu reklam müştərinin adını, soyadını və e-mailini toplamaq üçün istifadə olunur. Məsələn, kurs keçirsən və istəyirsən ki, kursunla maraqlanmaq istəyən insanlar sənə yazsınlar. Reklam elə qurulur ki, insanlar məlumatlarını yazıb sizə göndərirlər. Və bu məlumatların toplanması nəticəsində siz gələcəkdə yeni məhsul və ya xidmətiniz olduğu halda əlavə xərclər çəkmədən müştərilərinizə satış etmiş olacaqsınız. Növbəti reklam kampaniyası App Promotion. Türk dilində adı uygulama tanıtımı gedir. Mobil tətbiqin var, istəyirsən ki, insanlar onu yükləsinlər. Reklamı elə qurursan ki, insanlar Play Store və ya App Store-a girərək sənin proqramını yükləyirlər. Və nəhayət sonuncu satışlar. Bu reklam insanları birbaşa hərəkət etməyə, yəni sifariş eləməyə yönləndirir. Bu reklamla düyməyə basıb birbaşa alış edə bilərlər. Bu kimi izahların davamının gəlməsini istəyirsənsə, səhifəni izlə və istəsən fikirlərini də bizimlə şərhdə bölüşə bilərsən.